Gülləri qoyaq bura. Əziyyət verdim sənə. Ağır deyildi çamadanlar. Yox, yox, nə ağırlığı? O qədər yolu gətirmisən, yuxarı qaldırmısan. Bir də... Bilirsən, Lena, sənə kömək eləmək mənə çox xoşdur. Bəlkə başqa bir şey zar. Bilirəm, sənin buna ehtiyacın yoxdur. Amma mənə xoşdur. Başa düşürəm, yaxşı başa düşürəm səni. Elə bilirsən, mənim ürəyimdən belə hisslər keçmir. İcazə versəydin, çıxarardım pencəyimi. Çıxart, əlbəttə. Laf gülməlisən, vallah. Sadəlövsən. Xeyrxahsan. Sən hamıdan yaxşısan. Sən ağıllısan. Sən belə nəcibsən. Dünənki görüşümüz heç vaxt yadımdan çıxmayacaq. Elə gözəl söhbət eləyirdin ki... Valih olmuşdum danışığına. Hər sözündə... Mən bacarmıram. Bacarmıram. Necə deyim sənə? Hiss etdiklərimi, düşündüklərimi... Sözlə deyə bilmirəm. Deyəndə də belə maraqsız bayağı çıxır. Nə yaxşı ki, sən Fikrətgilə gəldin. İstəsəydin gəlməzdin, elə deyil. Amma yox, 5-6 dəfə zəng eləmişdilər. Təsəvvür edirsən, sən ora gəlməsəydin. Biz səninlə tanış olmayacaqdıq. Yox. Mənim çamadanlarımı bura gətirməyəcəkdin. İndi biz belə oturmayacaqdıq. Gəlməyə bilməzdin, bu taledir. Sən taleyə inanırsan? Hə, əvvəllər inanmırdım. Mən də inanıram. İnanmasaydım, yəqin çoxdan o dünyadaydım. Sən ki artistsən. Mən kauçukam. Kauçuk?